Parlamentdə 2 deputatın toxunulmazlığı ləğv olunub. Bu barədə Sputnik Ermənistan xəbər yayıb. Xəbərdə bildirilir ki, Ermənistan parlamenti səs çoxluğu ilə baş prokuror Anna Vardapetyanın vəsatətini təmin edərək müstəqil deputat Ovik Ağazaryan, eləcə də müxalifətin Şərəfin var fraksiyasından olan deputat Taron Margaryana qarşı cinayət işinin başlanmasına icazə verib. Müvafiq qərar parlamentdə gizli səs vermənin nəticələrinə əsasən qəbul edilib. Ovik Ağazaryanın deputat toxunulmazlığının ləğv edilməsi üçün 65 deputat səs verib, əleyhinə isə səs verən olmayıb. Taron Margaryanın deputat toxunulmazlığının ləğv edilməsi üçün isə 67 parlamentari səs verib, 2 nəfər isə əleyhinə olub. Ağazaryana gəlincə, onun başqa bir şəxsə saxta sənədlərlə kənd təsərrüfatı heyvanlarının ixracatından təşkil etdiyi iddia olunur. Taron Margaryan isə ona qarşı müxtəlif illərdə pulların yuyulması, vəzifə səlahiyyətlərini aşma, eləcə də torpaq sahələrinin mənimsənilməsi ilə bağlı müxtəlif maddələr üzrə ittihamlar irəli sürülüb.